Hər kəsə salam, mən Ayxan. Sabirabadda Güdəcühür kəndində mayın 20-sində 2009 təvəllüddür. Səhv eşitmədiniz, 2009 təvəllüddür. Nuranə Ələkbərovanın cansız bədəni Kür çayından tapılıbdır. Əvvəldən sonradan ayrıldı. Mən nə deyim, hər ailədə söz-söhbət olur. Neçə ildir evliydilər? Keçən. Bax, birincisi niyə 16 yaşında bir yeniyetməni evləndiribdilər? Hətta 16 yaşında deyil, 15 yaşında evləndiriblər. Gəlin diqqətlə izləyək. Uşaqları var idi. Bəzi zəng eləyib, gəzdiriblər, işdən gəlib yatmış. Gəldim, deyirlər beləncik, Allah heç kimə göstərməsin. Bu istiqamətdən tapıldı. Burada idi. Sağ olsun, cəmaatın köməkliyin daxtıq çatdı buradan. Keçən il evlənibdilərsə ya da qeyri-rəsmi olaraq yaşayıbdılarsa, bunun 15 yaşında buna toy eləyibdilər, evləndiribdilər. Yəni bu çox yol verilməz bir şeydir. Siz diqqətlə baxın, mən bundan bağlı birazdan hər bir şeyi danışacağam. Mənim balamı zülmlə öldürüb, balamı alladıb aparıb öldürüb. İşgəncə ilə öldürüb o mənim balamı. 5 gün bundan qabaq mən onu gəldim evdən çıxartdım, dedim get, bir də bura dönmə. Haçan dədə onun bura gələcək, söz verəcək. Əvvəl ki toya az qalmış söz verdi, toy olmamışdan qabaq söz verdi, sinəsinə döydü ki, bu gəlin mənimdir, buna mən baxacağam. Öz balam kimi baxmadı ki, getdim qızımı gətirdim. Rəsmi nikaha girmədi. Yo, yaşı düşmür axı qardaşım. Bax, yaşı düşmür deyir. Bu qayda qanun pozulmaq üçün deyil. Bu qaydada, qanunda belə yazılıbdır ki, kişilər üçün Azərbaycan Respublikasında nikaha girmək yaşı kişilər üçün 18, qadınlar üçün 17 olaraq təyin olunmuşdu. Nəysə biz davam eləyək. Bizi götürdü apardı, qaçdı. Həmən gecəsi evinə getmişəm, dədəsinin evinə getmişəm. Qızı gətirməyə görə. Düşdülər ayağımıza, ağır söydük. Bu balam mənim balamdır. Narahat olmam. Bu qızı buradan heç kim apara bilməz. Buradan aparsa kimsə də xeyir tapa bilməz. Ona görə də susduq qaldıq. Da kişi söz verdi də biz nə bilə bu kişi də ölüymüş. Özüm onu evdən qovladım, çıxdı getdi. Bax nənəsinin yanında qovlamışam, çıxıb gəl. Öz maşınıma mindirib aparıb uzaqlaşdırmışam. Məndən sonrasına gəlib qızı alladıb. Hansı yollara girib, hansı rollara girib qızımı alladıb aparıb. 3 gün 17 qızımı öldürüb dünən xəbəri gəlib. Dəhşət, vallah dəhşət. Dünən xəbər gəlibsə, yəni 3 gün əvvəl tapılmayıbdı, 3 gündən sonra tapılıbdı. Bu cinayət ayın 17-si baş veribdi və bundan düz 3 gün sonra mayın 20-sində yeniyetmənin cansız bədəni Kür çayından tapılıbdı. Onun valideyni bilirmiş. O gülə-gülə cənazəni Kürdən çıxartdı onun dədəsi. Yəqin ki, ata olaraq bunu düz olaraq vurğulayıbdı. Gülə-gülə onu çıxarıbdı. Deməli, bunlar razı deyilmiş, ya da ki, anlıq olaraq buna gülmək hissi gəlib, ya da nə gəlibdisə artıq bunu onların yerində olmadığım üçün təbii ki də bilə bilmərəm. Amma bu çox böyük bir səhvdir. Çünki 15 yaşında uşaq evləndirmirlər. Bu xəbər sadəcə erkən evliliyin bir göstərgəsidir. Və istəyirəm bu hadisəni biraz müzakirə eləyək. Birincisi 15 yaşında qız uşağının, yəni ümumiyyətlə bu uşaqdır, yəni 15 yaşında, 15 yaşı nədir ki? Heç bir şeydir. Mən 15 yaşımda bilmirdim artıq harda oturub ulduz sayırdım. Qaydalar, qanunlar boş yerinə heç vaxt qoyulmur. Məsələn, atıram sizə belə sadə bir nümunə vermək istəyirəm. Bir maşın düşünün, bomboş yolda gedir. Amma yol 30-luq bir yoldur, sürət həddi 30-dur. Amma lakin maşın 100 ilə gedir. Saatda 100 km sürətlə gedir. Nə ola bilər, nə baş verə bilər? Təbii ki də o yol düzgün olmaya bilər və bu maşın qəzaya uğraya bilər. 2. Anidən 30-luq bir yoldaq bu. Bir insan qarşıdan qarşıya keçmək istəyərkən o insanı maşınla vura bilər. 3. Anidən idarə etməni itirə bilər. Bu qaydalar heç vaxt, yəni səbəbsiz yerə olmur. Bunlar düşünülübdür ki, bu qaydalar var və bu qaydalara təbii ki də riayət eləmək lazımdır. Əgər riayət eləməzsək, nə baş verər? Hər biri göz qarşısındadır. Əvvəla insan sözünün açığı pis olur. Nə yalan deyim? Allah rəhmət eləsin. Ailəsi məni izləyirsə, ailəsinə buradan səbir diləyirəm. Baku TV-yə də buradan dərin təşəkkürlərimi bildirirəm. Belə bir xəbəri ortaya çıxardıqları üçün. Az əvvəl Baku TV-nin YouTube kanalında paylaşılan bir videoya baxdım. Orada da mərhumun BBC danışırdı. BBC deyir, bunlar bir-birlərini istəyiblər, çox sevibdilər. Hətta mərhumun atası da danışdı. Mərhumun atası da deyir ki, mənim qızım oxumurdu, təhsil almırdı. Bu arada 15 yaşında qız. Yəni niyə getsin, evlənsin? Ortada çox sual yaranır sözün açığı. Və niyə təhsildən yayınıbdı? Və belə bir açıqlama gətirir atası, deyir ki, oxumağa meyli olmayıbdı. Mən də ona görə onu gözəllik salonuna düzəltdim və orada getsin, ən azından peşə sahibi olsun, öyrənsin nəsə.
isə fərz eləyək ki, 15 yaşında düzəlibdi və fərz eləyək ki, bir ay sonra həmin oğlandan tanış olubdu və həmin oğlandan qaçıbdı. İndi atasının dediyindən danışıram sizə. İndi mən bilmirəm, yəni bilənləriniz varsa şərhlərdə, bu arada şərhlərdə bütün fikirlərinizi yazmağı unutmayın. Nə fikriniz varsa hər bir şey yazın. Bir baxıram o şərhlərə. Bu 15 yaşında bir qızın gedib hardasa işləməyi ya da fərqi yoxdur, bir oğlanın hardasa gedib işləməyi qanun çərçivəsində nə qədər düzgündür. Nəsə bir peşə öyrənməyi yenə eyni şey gəlib çıxır. Təhsildən yayındırmağa gəlib çıxır. O deyə bilər ki, hə, mən məsələn meylim yoxdur, oxumaq istəmirəm, sevmirəm, düzdür. Peşə sahibi olmaq çox gözəl bir şeydir. Mən buradan peşə sahiblərinə təbii ki də bir fikir bildirmirəm, amma təhsil almaq, məktəbi bitirmək ən əsas şeylərdən biridir. Ən azından orta məktəbi bitirirsən, 11-ci sinifdən məzun olursan ya da 9-cu sinifdən məzun olursan, gedirsən peşə məktəbinə və bunları peşə məktəbində öyrənirsən. Məncə məndən həmfikir olarsınız. Bilmirəm, artıq şərhlərdə yazın. Təkrardan ailəsinə səbir diləyirəm və bu fikirdə olan hamısına demək istəyirəm ki, sadəcə bu videoya baxın. Əgər başa düşmədinizsə, videoyu başdan baxın, təkrar anlayacaqsınız mən nə demək istəyirəm. Dostlar, əlinizdən gəldiyi qədər bu videonu paylaşın ki, hər kəs bu videonu görsün, belə hadisələrə şahid olsunlar.